Değerli izleyiciler, 44 günlük şanlı vətən müharibəsi qazisi Qocayev Kənan Davudoğlu'nun böyüyüb boya başa çatdığı evdəyik. Bugün Kənanın dünyasını dəyişməsinin il dönümüdür. Bura Hacıqabul rayonu Udulu kəndidir. Kənanı hər kəs igid, cəsur və mərd kimi tanır. Allah sənə rəhmət eləsin Kənan. Sormuşam ana, and verirəm ay şəhidin analar, gəlin ağlamayın, başınıza qara bağlamayın. Ana, and olsun Allaha, imam tək, şəhid olmuşam ana, Qarabağda yanar, çox düşmüşəm ay qapı bağlayan, şəhiddən neçə qalım imama əsir etmiş. Ay can deyim, qalmam yetmişim. Allahümme salli ala Ben Kənanın anasıyam. Kənan benim her şeyim idi. Kənan benim oğlum qəhrəman idi. Başı o verərəm. Allah razı olsun, gelmişsiniz. Gelen ayaklarınıza kurban. Bugün benim balamı deyip gelenlere kurban. Ben balam itirdim balamı, kaldım başıma döküldüm. Ne diyeyim, ne danışım canım kurban. Qocayev Kənan atası olaraq mən evladımla fəxr edirəm. Mən fəxr edirəm ki, mənim oğlum atı döyüşlərində iştirak edib, 44 gün müharibədə iştirak edib, müharibədən aldığı təsaflarla 4 il mübarizə edib, başında olan Qəntəl ona ağırlığı verirdi. Həkimlərin mücadelesine baxmayaraq, axır ki ona əlac eləmək olmadı, dünyasını dəyişdi. Oğlumun torpaq vururlar, canın fəda verdiyinə görə mən heyfsilənmirəm. 7 para kəndi olan Udlu Sovetliğində ilk ve axırıncı bir adamdır ki, könüllü olarak müharibəyə getdi və qeyrətlə döyüşdü. 2 dəfə yaralanmağına baxmayaraq, o müharibənin sonuna can getdi. Füzuli, Qubadlı, Cəbrayıl, Laçın koridoru, Şuşanın müdafiəsində iştirak elədi. Benim evladım git, mərd oğluydu. Onu keçmiş icra hakimi də bilir, onun döyüş yoldaşları da bilirler. Ben oğlumdan fəxr edirəm. Ben fəxr edirəm ki, mən elə bir oğlum. Ancaq heyif ki, cavan dünyasını dəyişdi. Qardaşım 44 günlük müharibədə könüllü iştirak edib, qəhrəmancasına. Həmişə qardaşım deyirdi ki, vətənin dar günüdür, getməliyəm. Qardaşımla fəxr edirəm, igiddir, mərddir. Mən fəxr edirəm ki, elə bir igidin, mərdin bacısıyam. Qardaşım mənim üçün həmişə yaşayır, yaşayacaq da. Yaxşı ki, o mənim qardaşımdır. Allah qazilərimizə can sağlığı versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində torpaqlarımız azad oldu. Mənim də qardaşım vətənə can qoydu. Qurban olum ona. Allah nə deyim, Allah yenə cəmi şəhidlərimizə rəhmət eləsin. Fəxr edirəm qardaşımla, qorxmazdı, igiddir, mərddir. Allah hər bir bacıya mənim qardaşım kimi qardaş nəsib eləsin. Qorxmaz, igid, mərd, Polad biləyli, pəhlivan boylu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mənim də qardaşım onların içində. Öz gücüne bizim o hündürdən bayrağımız yerinməsin. Şəhid analarına Allah doyunca səbir versin. Kənan da bir oğul idi. Kənan bir dəfə çoxlu qəlb aldı. Nə qədər Kənan orada gedib, nə qədər çınağında hündür
olduğuna göre, dokuzyor olduğuna göre ne kadar oradan meyit taşıyıp gelirdi, konağımız idi, önümüze eşim danışırdı hamısını. Qarılmayan biləkli, yerə dəyməyən kürəkli Kənan. Allah qəni sənə rəhmət eləsin. Atva, anva, doyunca Allah səbir versin. Burada oturan xanımların çoxsu şəhid anasıdır. Allah şəhidlərimizin rəhmət eləsin, qazılarımıza Allah can sağlığı versin. Allah kardeşimin balasına rəhmət eləsin. Amin. Qazi olub, idmançı olub, müəllim olub. Nə qədər xeyriyə işlər görübdür. Allah görgü o işləri öz suabını ona yazsın. Amin Allah. Cənnetin, yerin cennet mekanın ışıqlı eləsin. Bütün şəhidlərimizin Allah ata-anasına səbir versin. Bütün balalarımızı Allah korusun. Azərbaycan xalqımızın bayrağını həmişə uca etsin. Amin, amin Allah. Din bayrağımızı həmişə uca eləsin. Mənim bacımın bir dənə balası var idi. Qazi Kənan. Allah rəhmət eləsin. Xalası ona qurban olsun. Mənim özümün də bir balam var idi. Şəhid Məsudun anasıyam. Allah onlara şəhidlərin hamısına rəhmət eləsin. Vallahi qapımızı bağlayıb prezidentimizin canı salamat eləsin Allah. Yenə bayrağımızı ucu eləsin. Özümüzə də doyunca səbir versin, bol səbirlə. Dediyim başa dönərəm. Allah hamısına rəhmət eləsin şəhidlərimizin. Mən Qasımov Elmanın, əskər Qasımov Elmanın anasıyam. 44 günlük müharibədə iştirak edən. Allah ordumuzu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kənan, Davud qardaşımızın oğlu Kənan, elimizin, obamızın, igid, qəhrəman balaları, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah yerləri cənnət olsun. Allah bayrağımızı həmişə uca eləsin. Bir də müharibə görməsin. Elimiz, obamız şəhid görməsin. Cəmi şəhidlərə Allah rəhmət eləsin. 44 gün müharibə. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Əsgərləri cırağında daşıyan qazi balamıza Allah bircə balasının yerində yurtçu olsun. Yaralı gedən babasına da Allah rəhmət. Amin, amin. Mən də şəhid anasıyam. Abdurrahmanov Şöhrət. Mənim də gizir Şöhrət. 4 günlük müharibədə. Şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin. Ordumuzu qorusun. Prezidentimizin başını aşağı eləməsin. Bayrağımız ucu olsun. Kənana da Allah rəhmət eləsin. Yeri cənnət olsun. Bir balası min eləsin. Benim Kənanın bibisi gəldi ya. Onun itkisi bizi için çətindir. Bize çok ağrıdır. Hamımızı, bütün eli obanı, bütün hamını ağrıdır. Bir balasıdır. Güzel balası. Ne diyeyim, vallahi ürəyimiz açılmıyor. Deməyə heç nə var. Ne diyeyim, Allah səbir versin atasına, anasına, qovmuna, ağrəbəsinə, hamımıza səbir versin. Vallahi hamı qovum ağrəbədir, yanır. Vallahi hamı yanır. Allah heç kəsi balı ilə imtihama çəkməsin, ay qardaş. Ne diyeyim, Allah o dünyasını versin, Allah rəhmət eləsin. Kənan müəllim bizi ilə işlədiyi dövrdə çox hörmətli oğlan idi. Doğrudan çox hörmətli oğlan idi. O qədər ədəb ərkan göstərirdi. O qədər mərifətli danışırdı. Mən oğlum da müharibə iştirakçısı idi. Ara sıra ona söhbətlər eləyirdim də. Deyirdi ki, ana, heç narahat olma. Biz ən çətin yolları biz keçdik. Anam, neynək? Hər şey gerdə qoyacaq inşallah. Hərdən ara sıra soruşurdu ki, nadiclik eləmir, narahatçılığı yoxdur. Vallahi oradan gələnlər çox narahat gəliblər də. Mən bilirdim döyüş yolu keçəndən sonra bu narahatçılıqlar baş verəcək. Bunları ara sıra Kənan müəllim görüşürdük. Elə bir ki, həftənin neçə günlər onun dərsləri olurdu. Həmin vaxtlarda o danışırdı, söhbət eləyirdi. Mən Kənan müəllimə böyük hörmətim var idi, bir ana kimi. Çox istəyirdim xətrində, bütün kollektiv, bütün məktəbimiz, Navaha əhli Kənan müəllimə çox böyük hörmətlə yanaşırdılar. Bugün onun yoxluğuna gəlmişik, kaş onun evladının toyuna gələrdik, bizi o günə çağırardı, yaxşı bir gündə görüşərdik. Keyf həyatdır da, Allah valideynlərinə səbir versin, can sağlığı versin, neynəyək, biz Allahın qoyduğu yoldayıq, gedirik.
Allahın qoyduğu qismətdir, verdiyi qismətdir, bundan da barışırıq. Allah rəhmət eləsin. Kənan müəllim haqqında danışmaq bizim üçün çox ağırdır. Biz onunla 3 il bir yerdə işləmişik. Məktəbimizdə hərbi rəhbər olub, hərbi dərsləri keçib. Çox öz ədəbi ilə, mərifəti ilə bizim qəlbimizdə o müsbət yerlər tutub. Kənan müəllim hamımızın hörmətini qazanmışdı. Şəxsən mən onun işlədiyi dövrdə məktəbdə direktor idim. O bütün ürəyində nə sözləri var idi, nə fikirləri vardı, hamısını mən üçün danışırdı. Mənə ikinci ana deyirdi mənə. Çox hayıfsılanırıq biz onun yoxluğuna. Nə bilim, həyatdır da. Allah rəhmət eləsin. Allah valideynlərinə səbir versin. Övladına can sağlığı versin. Yoldaşına səbir versin. Mən Kənan müəllim haqqında çox gözəl, çox sözlər danışa bilərəm. Onun bizdə çox gözəl, xoş xatirələri qaldı. Allah rəhmət eləsin. O həyatı, taleyi belə olmamalı idi. O döyüş bölgəsində göstərdiyi şücaəti ilə, qəhrəmanlığı ilə, öz igidliyi ilə kollektivi arasında da böyük hörmət qazanmışdı. Kollektivin arasında çalışdığı az müddətdə onun böyük hörməti qaldı bizdə. Xoş xatirələri, xoş sözləri qaldı bizdə. Kaş biz onun toyuna gələ bilərdik, gəlirdik, yaxşı gününə gələrdik. Allahdan onun valideynlərinə səbir diləyirik. Allahdan ona rəhmət diləyirik. Kənan müəllim çox gözəl müəllim idi. Bir oğul kimi, bir evlad kimi necə vətən yolunda öz qəhrəmanlığını göstərmişdisə də, o arxa həyatda da, kollektivdə də öz mərdliyin, süzayətin, ondan sonra qeyrətli oğul, evlad kimi olmağını da tərənnüm eləyirdi. Hamının qayğısını çəkirdi. Keçdiyi o çətin yol arxada qalmışdı. O özünə diqqət yetirmirdi ki, hamının problemi ilə maraqlanırdı, hamının səhhəti ilə maraqlanırdı. Özündən uşaq, böyük, uşaqla uşaq idi, böyüklə böyük idi. Çox sevirdi, yanımızda çox böyük hörməti var idi. Bizdə xoş xatirələri qaldı. Allah rəhmət eləsin. Mənim oğlum Vətən Müharibəsi qazisi idi. Nava məktəbində hərbi müəllim işləyirdi. Başda tövhə müəllim olmaqla hamısından razıyıq. İndi məndən öncə danışan xanım deyirdi, Piraşki anamdır mənim. Mən o müəllim kollektivini çox sağ ol deyirəm. Allah onlardan razı olsun. Allah onların sağlığı. Mən o məktəbə getdim, onun axırıncı iş otağının müəllimələrin necə qoyduğunu, saxladığım bir xatirə kimi mən onlardan çox razıyam. Allah onlara ömür versin. Gün olsun onların balalarının, nəvələrinin qapısına şadlığa gedəyim. Mən onlardan çox razıyam. Sağ olsun. Başda Tövhə müəllim, Qurman müəllimi olmaq, Afət müəllimə, yəni adları yadıma düşən, onlar hamısından çox razıyam. Allah onların köməyi olsun. Sağ olsunlar ki, mənim oğlumun xatirəsini yaşadırlar. Minnətdaram hamımıza. Bir qazi atası olaraq, bir şəhid atası olaraq sizə təşəkkür ederim. Çox sağ olun. Siz mənim axirət dünya bazımsınız. Mən sizdən razıyam. Allah da sizdən razı olsun. Çox sağ olun. Çevirdin bakışlarını kan səkilərdə. Hər birinizdən razıyam. Ailəli olaraq, ailə üzvlərinin bir nümayəndəsi olaraq, qardaşım oğludur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah vətən yolunda qazilik dərəcəsini alıb, şəhid sonradan dünyasını dəyişən bu cür igid olanlarımıza Allah rəhmət eləsin. Allah sizlərə, bizlərə şad günlərimiz qarşıda olsun. Allah heç kimə belə bir, bundan sonra atalar, analara belə bir dağ
verməsin. Çox sağ olun. Sizin hər birinizin qarşısında bir əmi kimi baş əyirəm. Çox sağ olun müəllimlər. Mənim bacı və qardaşlarım. Allah sizdən razı olsun. Müəllimlər çox sağ olun. Sizin hər bir sənin də əməyin çoxdur. Çox sağ olun. Allah rəhmət etsin. Çox sağ olun. Dünyanın heyneten salan odunumuz, azadlık odundan yanan odunuz. Bugün biz adını qızıl hərflərlə tarixə yazdıran bir qəhrəmanımızın Qocayev Kənan Davidoğlu'nun il mərasiminə yığışmışıq. Qazilərlə birlikdə burada iştirak etmək özünə bir borc bildim. Biz hamımız Kənanla fəxr edirik, qürur duyuruq. Kənan hərbi müəllim kimi işləməklə bərabər həm də qazilərin hüquqlarını müdafiə edirdi. Onlarla birlikdə aidiyyatı qurumlara gedirdi. Onların hüquqlarını müdafiə edirdi. Xəstəxanalara müayinəyə aparırdı. Mən onun bir vətənpərvər kimi, bir vətənpərvər oğul kimi gördüyü işlərə görə onunla qürur duyuram. Onun belə oğul böyüdən atası və anasının qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazimizin yeri məkanı cənnət olsun. Mənim gələn qazilərə də təşəkkürümü bildirirəm. Allah rəhmət eləsin. Zeynalov Xalid Zeynaloğlu, Hacıqabul rayonu Qubalbağlan kəndində doğulmuşam. Özüm də 2-ci Vətən müharibəsi qazisiyəm. Allah Kənan qardaşımıza rəhmət eləsin. Bugün onun il dönümüdür. Gəlmişik biz də Kənan tanıyırdıq. Qazi qardaşları olaraq gəlmişik biz də onun valideynlərinə başsağlığı verməyə. Allah rəhmət eləsin, Allah səbir versin inşallah. Dondu dilimizdə vətən nəğməsi, indi yanaların ahın naləsi, axan gözlərimin yaşı şəhid